Bax, bunu düşünməyəndə insan nə deyir? Görəsən bugün nə əldə etdim ki? Əksinə çox şey əldə etmirsən. Gözəl həyat, sağlamlıq, əmin-amanlıq yurdunda yaşayırsan. Bax, çox zaman insanlar bu neməti bəzən düşünmürlər. Əmin-amanlıq, ölkədə əmin-amanlıq nemətində yaşamaq Allahın verdiyi ən böyük nemətdir. Buna görə şükür etmirsən bugün. Çoxlarımız bəlkə unutmuşuq. İnsan gündəlik görür həyatını, ailəsini, deyir, həmd olsun, ruzum, işim. Bəs əmin-amanlıq neməti, əmin-amanlıq neməti olanda dinini yaşayırsan, ölkədə sabitçini yaşayırsan, evladların rahat yaşayır. Biz səhər açılanda Peyğəmbərimizin bu hədisini niyə unuduruq? Nə deyir Peyğəmbərimiz? Əgər bir insan deyir, baxın, əmin-amanlıq içərisində yaşayırsa və yatmağa bir yeri varsa və gündəlik loxması, bir tikə loxması varsa, ona bütün dünya verilir, deyir, sonundan başına qədər. Amma görürsən, bu Peyğəmbərimizin bu gözəl nəsiyyətini xatırlamayanda şükür unuduruq. Əmin-amanlıq neməti, belə gözəl bir yurtda yaşayırıq, ölkəmizdə yaşayırıq. Hansı ki, bir insan, necə deyirlər, başını qaldırıb baxar, yəni, o mənada ki, yəni, görürsünüz, dünyada nələr baş verir, problemlər, sıxıntılar və s. Amma biz əmin-amanlı yaşayırıq. O zaman əmin-amanlı itirən insanlar bugün nə deyirlər? Kaş əmin-amanlığımız olardı. Amma biz bu əmin-amanlı neməti yaşayırıq. Ona görə insan şükür etməlidir. Əmin-amanlıq yurduna görə, bu nemətə görə, bu gözəl vətənə görə həmişə dua elə. Allah bu gözəl vətənimizi qoru. Əmin-amanlığımız daha da möhkəm olsun, güclü olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərdə dalğalansın. Uca Allah Teala əskərlərimizi qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Əmin-amanlıq yurdunda yaşayırsan, həmçinin həmd et Rəbbinə ki, güclü, uzaq siyasəti olan ölkə rəhbərimiz var, Ali Baş Komandanımız var. Ali Baş Komandan güclü olanda, uzaq siyasəti olanda nə bilir? Xalqını qoruyur bəlalardan, müsibətlərdən. Bu Allahın ən böyük lütfü deyilmi? Nemətidir. Bu nemətlərə görə insan daim Allah'a şükür etməlidir və Allah Teala istəməlidir ki, Allahım bu nemətləri artır, əks etmə.